Avropa İttifaqının Ukraynaya üçün ayırdığı nəhəng kredit sadəcə bir hərbi yardım deyil. Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə saxlanılan lideri Əli Kərimliyə görə bu Avropanın daxili həmrəyliyinin bərpası və Rusiyanın geri çəkilməsinin başlanğıcıdır. Əli bəy bu qərarın Azərbaycanın da yerləşdiyi region üçün niyə həyati önəm daşıdığını izah edib. Salam hörmətli tamaşaçılar. Əli Kərimli həbsxanadan ictimaiyyət üçün növbəti müraciətini göndərib. Gəlin bu müraciətdəki mühüm detallarla birgə tanış olaq. O bildirib, Avropa İttifaqının nəhayət Ukraynaya 90 milyard avro kredit ayırması həm Rusiya-Ukrayna savaşı, həm də Avropanın öz perspektivləri, həm də Cənubi Qafqazın gələcəyi baxımından son dərəcə önəmli qərarlardır. Bu qərarla Avropa İttifaqı ilk növbədə onu təmin etmiş oldu ki, müharibə nə qədər uzansa da Ukraynaya dəstəksiz qalmayacaq. Hələ bundan sonra da 2 il ərzində Avropanın yardımları ilə savaşı indiki intensivliklə davam etdirə biləcək. Rusiyanın isə artıq iqtisadi, siyasi böhrana girdiyini görməkdəyik. Onun uzun müddət müharibəni davam etdirməsi real görünmür. Bu qədər vəsaitin Ukraynaya ayrılması eyni zamanda onu göstərir ki, hətta nəzəri cəhətdən tələb olunsa da 2 il müddət sonra da Avropa İttifaqı Ukraynanı müdafiəsiz qoymayacaq. Bu qərar Ukraynanın taleyini dəyişən bir qərardır və mən cəsur Ukrayna xalqını bu münasibətlə təbrik edirəm, deyir Əli Kərimli. Daha sonra o bildirir ki, ikincisi Avropa İttifaqının bu krediti Rusiyanın dondurulmuş vəsaitləri hesabına ödəniləcək. Bu da onu göstərir ki, Rusiyanın işğalçı siyasətindən qorxmurlar və bundan sonra da onun bu siyasətini cilovlayan qətiyyətli siyasət aparacaqlar. Üçüncüsü, Avropa İttifaqının bu qərarı Macaristanda baş vermiş dəyişikliklərdən sonra qəbul edilə bilməsi onu göstərir ki, o bundan sonra daha çevik qərarlar verə biləcək. Əlbəttə ki, Avropa İttifaqı böyük bir siyasi birlikdir. Orada hər zaman fikir ayrılıqları olacaq. Amma antagonist ziddiyyətlər artıq aradan qaldırıldı. Avropa İttifaqı qərarlarının sabotajına son qoyuldu. Bu da onu deməyə əsas verir ki, Avropa İttifaqı bütün sahələrdə daha çevik, dinamik, cəsarətli qərarlar qəbul edə biləcək. Nəhayət, bu qərardan və daxildə həmrəyliyi bərpa etdikdən sonra ümid edirəm ki, Avropa İttifaqı Rusiya ilə maraqlarının kəsişdiyi bütün perimetr boyunca, o cümlədən Cənubi Qafqazda daha cəsarətli, dinamik siyasət aparacaq, Rusiyanın ekspansiyasını durduracaq və qonşu ölkələrin Avro-Atlantik məkana inteqrasiyası üçün daha qətiyyətli addımlar ata biləcək. Hörmətli tamaşaçılar, bu həbsdə saxlanılan AXCP lideri Əli Kərimlinin göndərdiyi növbəti müraciət idi. Xahiş edirik, müraciətlə siz də tanış olduqdan sonra məqbul bilirsinizsə paylaşasınız. Sağ olun, sağlıqla qalın.